Salam, dəyərli nəşrlərinin 18 may tarixində keçirilmiş olduğu sınaq 8 imtahanından 7-ci siniflərin ingilis dili suallarına baxaq. Listeningdən başlayaq. 51-ci sualda doğru variant olacaqdır C variantı, 52-də A variantı 1 və 3, 53-də D variantı, 54-də D. Listening məndə hazırda olmadığı üçün 55 yoxdur. Onun cavabını şərhə yaza bilərsiniz. Mən də birazdan yazmağa çalışacağım. Keçək 56-cı suala. 56-cı sualda doğru variant A variantı. Mətn haqqındadır soruşur. 57-də B variantı. 58-də D variantı. 59-da C 1 və 2. 60-da isə deməli rest olacaq. 61-də B variantı olacaqdır. 62-də C variantı. 63-də A variantı. 64 D. 65-də 2 yerə deməli bir söz bura start düz gələr. Keçək 66-cı suala. 66-da C variantı. 67-də isə D variantı. 68-də deməli birinci günü saat 9 deyirsə startçı olacaq, A olacaqdır. 69-da to be going to'lu fe'l gəlirdi, C-dəki kimi. 70-də deməli tomorrow morning deyir, davam edici zaman gələcəkdə də istifadə olunur deyə C doğru cavabdır. 71-də qrafik üzrə olduğu zaman indiki sadə zaman olardı, yəni B variantı. 72-də deməli qəfil qərarlar bu gələcək sadə zaman, yəni B olacaqdır. 73-də səhvi soruşur, A variantı olar. Must indiki və gələcək deməli mümkün olanlar olmaz. Yəni must yanlışdır, bizə yanlış lazımdır. 74-də D variantı should olacaqdır. Burada da səhvi soruşur, yağış yağmalıdır deyə bir cümlə qurmarıq. 75-də isə doğru cavab olacaq B variantı. Belə əziz şagirdlər, ümid edirəm ki, faydalı oldu. Kanala abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın.